Ömərin Ühud döyüşündən qaçaraq dağa, dağ keçisi kimi dırmaşdığını bilirdinizmi? Bəli, belə bir hadisə baş verib. Bunu bilməkdən ötürü zəhmət olmasa videonun sona qədər izləyin. Bu harda baş verir? Ühud döyüşündə. Ömər də öz bilirsiniz ki, Peyğəmbərin həm dostu, həm səhabəsi, həm də qaynatasıdır. Əbu Hişam Ər-Rifai bizə rəvayət etdi dedi. Əbu Bəkir İbn Əyyaş bizə rəvayət etdi dedi. Asim İbn Küleyb bizə atasından rəvayət etdi. O dedi, Ömər cümə günü xütbə verdi və Ali İmran surəsini oxudu. Xütbə verərkən bu surəni oxumağı xoşlayırdı. Sizdən ki dəstənin qarşılaşdığı gün geri dönənlər ayəsinə çatdıqda dedi. Ühud günü onları məğlub etmişdik. Sonra mən qaçdım və dağa qalxdım. Özümü sanki bir ərva, dişi dağ keçisi kimi sıçrayaraq qalxan gördüm. İnsanlar Məhəmməd öldürüldü deyirdilər. Mən dedim, Məhəmməd öldürüldü deyən birini tapsam onu öldürəcəyəm. Nəhayət dağın üstündə toplandıq. Bundan sonra sizdən iki dəstənin qarşılaşdığı gün geri dönənlər ayəsinin hamısı nazil oldu. Burada açıq-aşkar nə deyir? Ərva deyir, yəni dişi dağ keçisi kimi dağa dırmanıb Ömər. Və burada da Ali İmran surəsi 155-i oxusanız, orada açıq-aydın göstərir ki, döyüş zamanı bir qism səhabə və müsəlmanlar döyüşdən geri çəkilmələr olub. Bu ayənin təfsirinə görə də Ömər bunu deyir. Ət-Təbəri Cami Əl-Bəyan, ən təvil ayi Əl-Quran, Ali İmran surəsi 155-in təfsiri. Bu nəşrlərə görə də dəyişə bilər. Müasir nəşrlərlə biraz yerində fərqlilik ola bilər. Deməli, bu indi oxuduğum keçir 8098-ci nömrəli, yəni rəvayətdir. Bəzi nəşrlərdə isə cild 7, səhifə 327 və başqa çap bölgüsündə isə cild 6, səhifə 170 kimi göstərilir. Təbii ki, mən bu mənbələri də ekrana da yerləşdirəcəm. Sonraki başqa bir mənbə Cəlaləddin Əs-Suyuti, Əd-Dur Əl-Mənsur, Ali İmran surəsi 155. Suyuti bunu açıq şəkildə orada da bildirir ki, Ömər deyir, mən qaçdım, dağa, dağ keçisi kimi dırmandım. Sonra İbn Cərir Küleybdən rəvayət etmişdir deyərək nəql edir və Ömərin yenə də qaçıb dağa, dağ keçisi kimi dırmaşdığını söyləyir. İbn Ətiyyə Əl-Muhərrər Əl-Vəciz Ali İmran surəsi 155-in təfsiri, o da Təbərinin istinad etdiyini bildirərək Ömərin sözünü nəql edir, yenə də qaçıb dağa, dağ keçisi kimi dırmaşdığını. Sonra burada açıq Ömərin öz dilindən gələn bir rəvayətdir bu. Yəni qaçdım və dağa qalxdım. Özümü dağ keçisi kimi sıçrayaraq qalxan gördüm. Bu harda keçir? Bu Ühud döyüşü ilə bağlı olan bir rəvayətdir. Burada siz özünüz də araşdırsanız görəcəksiniz ki, o zaman siz heç kimə baxmadan döyüş meydanından uzaqlaşırdınız. Peyğəmbər isə arxanızda sizi çağırırdı. Yəni burada açıq Ali İmran surəsi 155-i 153-dən baxsanız 155-ə qədər orada açıq-aydın göstərir ki, yəni döyüş zamanı bir qism müsəlman səhabə qaçırmış, Peyğəmbər də bunları arxadan səsləyirmiş. Bu qaçanlar arasında Ömər də vardı. Sonra iki dəstənin qarşılaşdığı gün sizdən üz döndərənləri Allah artıq əfv etmişdir. Bunlar ayədir, Quran ayələrini deyirəm mən sizə. Çünki iki dəstədən, yəni qarşılaşdığı zaman qaçanları Allah əfv eləyir. Çünki qaçanlar içində Ömər vardı deyə məcburən Allah bunu əfv eləməlidir. Çünki Peyğəmbərin qaynatası idi. Həm də dolayısı yolla da desək, Ömər Peyğəmbərin qaynatası olduğu kimi, yəni Peyğəmbər Ömərin yeznəsi olur. Sonradan Ömər də Peyğəmbərin yeznəsi olur. Necə olur? Deməli, o Peyğəmbərin qızı Fatimənin, xanım Fatimə Zəhranın qızını alır. Ümmü Gülsüm olmalı, səhv eləmirəmsə adı. Səhv deyərəmsə də üzrlə hesab edin. Əlinin qızında Ömər alır. Yəni dolayısı yolla Ömər Peyğəmbərin yeznəsi olur, Peyğəmbər də Ömərin yeznəsi olur. İstəsəniz bunu da araşdıra bilərsiniz. İndi mən ilk öncə oxuduğum Ali İmran surəsi 153-cü ayədir. Deyir, o zaman siz heç kimə baxmadan döyüş meydanından uzaqlaşırdınız, Peyğəmbər isə arxanızdan sizi çağırırdı. Yəni hara qaçırsınız, bizi qoyub. Ali İmran surəsi 153, sonra ardınca 155-də də həmin şəxslər haqqında şeyləri deyir. İki dəstənin qarşılaşdığı gün sizdən üz döndərənləri Allah artıq əfv etmişdir. Yəni Ühuddə bir qrup səhabənin döyüşüb gedişində qaçması, geri çəkilməsi Quranla sabitdir. Yəni Quranla həqiqətən də sabitdir ki, bu səhabələrin bir qismi, döyüşlərin bəziləri döyüşü atıb qaçırlar. Və burada da Ömər olur, özü də deyir ki, mən qaçdım, dağa dağ keçisi kimi dırmandım. Burada da yəni Təbəri də bu rəvayəti gətirir və bu rəvayət Ömərin öz dilindəndir. Özü rəvayət edir bunu. Mənbələri də oxudum zaten. İstəsəniz özünüz də araşdırın. Deyir, mən qaçdım, dağa qalxdım. Özü də Ərva deyir, Ərva dişi dağ keçisi kimi.
Bunu mən demirəm, bunu İslam qaynaqlarında olan rəvayətlərdir. Bir zəhmət gəlib burada söymədən, aqressiya göstərmədən mən mənbələri ekrana yerləşdirəcəm və videonun açıqlama qismində də yerləşdirəcəm. Özünüz gedin, araşdırın, oxuyun və özünüz də gözünüzlə görün ki, bəli, belə bir şey İslam mənbələrində var. Yalandan oxumadan, araşdırmadan, bilmədən gəlib burada üzə durmayın ki, yalan danışırsan, şər atırsan, iftira atırsan, belə bir şey yoxdur. Bu zamana qədər mənim paylaşımlarımın içində mənbəsiz bir şey olmuyor. Mən nə paylaşıramsa hamısının mənbəsi var. Siz qəbul edəcəksiniz, etməyəcəksiniz, o başqa bir problemdir, o sizin öz probleminizdir. Amma mən oxuduqlarım hamısı mənbəsi iləndir. Bəyənib paylaşmağı, abunə olmağı unutmayın. Digər videolarda görüşərik.